35-ci hissə. Sual verməyən adam. Hannah Arendt. Nasist Adolf Eichmann çalışqan bir inzibatçı idi. 1942-ci ildən etibarən o, Avropadakı Yahudilərin Polşadakı konsentrasiya düşərgələrinə sürgün edilmələrinə rəhbərlik edirdi. Bu, Adolf Hitlerin son addımının bir hissəsi idi. Almanlar tərəfindən işğal edilmiş bütün torpaqlarda Yahudilərin öldürülməsi planı idi bu. Eichmann sistematik qətl siyasətinə görə cavabdeh deyildi. Bu, heç onun ideyası da deyildi. Lakin bunu mümkün edən dəmir yol marşrutlarının cızılması işində fəal iştirak etmişdi. 1930-cu ildən nasistlər Yahudilərin bütün hüquqlarını əllərindən alan qanunların tətbiqinə başlamışdılar. Hitler Almaniyanın başına gələn, demək olar ki, bütün problemləri Yahudilərin ayağına yazırdı və buna görə qisas almaq həvəsi ilə alışıb yanırdı. Qanunlar Yahudilərə dövlət məktəblərinə getməyi qadağan edirdi. Onlar əmlaklarını dövlətə təslim etməyə və sarı ulduzlar taxmağa məcbur idilər. Onlar əhatəyə alınaraq getolarda, şəhərlərin türməyə bənzər məhdudlaşdırılmış hissələrində və basırıq bir şəraitdə yaşamağa məcbur edilmişdilər. Ərzaq çatışmırdı və həyat acınacaqlı idi. Son addım isə şəhərin növbəti mərhələsi idi. Hitlerin sadəcə milliyyətlərinə görə milyonlarla insanı kütləvi şəkildə qətlə yetirmək barədə qərarı, nasistlərin Yahudiləri şəhərlərdən kənara daşıyıb, kütləvi şəkildə öldürə biləcəkləri yerlərə ehtiyac duyması demək idi. Mövcud konsentrasiya düşərgələri, yüzlərlə insanın eyni vaxtda öldürülə biləcəyi qaz kameralarından və sobalardan ibarət zavodlara çevrilmişdi. Belə düşərgələrin əksər hissəsi Polşada yerləşirdi və öldürüləcək Yahudilərin oraya daşınması üçün kimsə dəmir yolları salmalı idi. Ofisində oturub yazıb pozduğu və telefon danışıqları apardığı müddətdə Eichmann milyonlarla insanın məhvinə bais olmuşdu. Bəziləri acılıqdan, digərləri son nəfəsinə kimi işləməyə məcbur edildiyindən ölmüşdü. Çoxları isə qaz kameralarında külə dönmüşdü. Nasist Almaniyasında qatarlar çox dəqiq işləyirdi. Çünki Eichmann və onun kimi insanlar bunun qayğısına qalırdılar. Onların effektivlikləri vaqonların dolu olmasını təmin edirdi. Vaqonlar ac-susuz halda, kəskin soyuqda və ya qızmar istidə öz ölümlərinə doğru gedən kişi, qadın və uşaqlarla dolu idi. Çox adam mənzil başına çatmadan elə yoldaca canını tapşırırdı. Sağ qalanları isə taqətsiz düşürdülər və dəhşət içində kütləvi hamamlara basılıb lüt soyundurulurdular. Qapılar arxadan kilidlənirdi və nasistlər onları kükürt qazı ilə boğurdular. Sonra cəsədlər yandırılır, geyimləri isə müsadirə edilirdi. Daha güclülər əvvəlcə ağır şəraitdə zavod və fabriklərdə işləməyə məcbur edilirdilər. Nasist keşikçilər əsirləri sırf əyləncə xatirinə döyə və hətta öldürə də bilərdilər. Bu cinayətlərdə məxsusi rol oynayan Eichmann, 2-ci Dünya müharibəsindən sonra müttəfiqlərin əlindən qaça bilmiş və Argentinada gizli şəkildə bir neçə il yaşamışdı. 1960-cı ildə İsrail məxfi xidmət orqanı olan Mossad onu Buenos Airesdə tapıb ələ keçirmişdi. Məhkəmə qarşısında cavab vermək üçün o İsrailə gətirilmişdi. Eichmann görəsən insanların əzab çəkməsindən zövq alan sadist idi, yoxsa iblis? Məhkəmə başlamazdan öncə çox adam məhz bu cür düşünürdü. Bəs Holokostda o başqa hansısa rollar oynaya bilərdimi görəsən? İllər boyu onun işi insanları ölümə göndərmək üçün ən əlverişli yollar tapmaq olmuşdu. Birləşmiş Ştatlara emiqrasiya etmiş Alman yahudisi filosof Hannah Arendt, New Yorker jurnalı üçün Eichmannın məhkəməsindən reportajlar hazırlayırdı. O, nasist, totalitar rejiminin özü haqda düşünmək üçün macalı olmayan bir cəmiyyətin məhsulu ilə üz-üzə gəlməkdə maraqlı idi. Bu adamı o anlamağa çalışırdı. Onun necəliyini və bu qədər dəhşətli əməlləri necə törədə bildiyini anlamaq istəyirdi. Eichmann, Arendt'in gördüyü ilk nasistdən hərdsiz fərqlənirdi. O, özü Almaniyadan Fransaya keçərək, ən nəhayət Birləşmiş Ştatların vətəndaşı olmaqla nasistlərin əlindən qurtula bilmişdi. Gənc yaşlarında Marburg Universitetində ona filosof Martin Heidegger dərs vermişdi.
Qısa müddət sonra bu 18 yaşlı qız ilə evli filosof sevgili oldular. O vaxt Heidegger bəzilərinin fəlsəfəyə töhfə, bəzilərinin isə məqsədyönlü maneə hesab etdikləri son dərəcə mürəkkəb Varlıq və Zaman adlı kitabını yazmaqla məşğul idi. Sonralar o, anti-Yahudi hərəkatını dəstəkləyərək Nasist partiyasının üzvü oldu. Hətta keçmiş dostu Edmund Husserlin adını Yahudi olduğu üçün Varlıq və Zaman kitabından çıxartdı da. İndi isə Qüdsdə Arendt tamam başqa bir tip nasistlə üzləşəcəkdir. Çünki bu qeyri-adi adam gördüyü işlər barədə dərin-dərin düşünməkdən artıq imtina eləmişdi. Onun düşünməmək qərarı isə dağıdıcı nəticələr vermişdi. O, adi insanlardan daha təhlükəli idi. Çünki düşünməyən bir adam idi. İrqçiliyin ən pis formasının qanunlarda əks olunduğu Almaniyada onun özünü törətdiyi əməllərin doğruluğuna inandırması daha asan idi. Mövcud şərait ona yaxşı karyera qurmaq imkanı vermişdi. O da bu imkandan yararlanmışdı. Hitlerin son addımı Eichmann üçün nailiyyət qazanması, bütün bacarığını göstərməsi üçün bir fürsət idi. Təsəvvür etmək çətindir və Arendt'in bir çox tənqidçiləri onun haqlı olmadığını iddia edirdilər. Halbuki o, Eichmann'ın sadəcə öz vəzifəsini vicdanla yerinə yetirdiyini söyləyərkən tamamilə səmimi olduğuna inanırdı. Bəzi nasistlərdən fərqli olaraq Eichmann, Yahudilərə qarşı hər hansı nifrət hissi bəsləmirdi və Hitlerin zəhərli caynaqlarından biri də deyildi. Yahudiləri küçədə ölənə kimi döyməkdən həzz alan nasistlər çox idi. Lakin Eichmann onlardan biri sayılmazdı. Buna baxmayaraq o, yenə də nasistlərin cərgəsinə qatılmış və daha da dəhşətlisi milyonlarla insanın qətlə yetirilməsində kömək etmişdi. İttihamı dinləyəndə belə o, gördüyü işlərin nə qədər dəhşətli əməl sayılması ilə razılaşmırdı. Onun fikrincə, əsas məsələ onun heç bir qanunu pozmaması, heç kimi öldürməməsi və ya öldürülməsinə əmr verməməsi, yalnız öz vəzifə borcunu yerinə yetirməsi idi. Məhz başqalarından göstəriş almaqla o, gördüyü gündəlik işin məsuliyyətini öz üzərində hiss etməkdən yayına bilmişdi. Eichmann'ın insanların öldürüldüyü qaz kameralarını görməsinə və ya ölüm düşərgələrinə baş çəkməsinə heç bir ehtiyacı yox idi. Və o bunu heç etməmişdi də. Bu adam məhkəməyə həkim olmamasının səbəbi kimi qan görəndə özündən getməsini bildirən bir tip idi. Lakin buna baxmayaraq onun da əlləri Yahudilərin qanına bulanmışdı. Bu adam milyonlarla insanın qətlinə səbəb olan və özü haqda əsla tənqidi düşünməyə imkan verməyən bir sistemin məhsulu idi. O, sanki başqa insanların hisslərinə biganə idi. Bütün məhkəmə prosesi boyu o özünü günahsız saymışdı. Ya da o, bunun ən yaxşı müdafiə strategiyası olduğunu düşünürdü. Əks halda Arendt də onun tərəfində idi. Arendt Eichmann'da müşahidə etdiyi cəhətlərin ifadəsi üçün şəhərin bayaqlığı ifadəsini işlətmişdi. Adətən bayağı sözü bəsit, adi, darıxdırıcı və qeyri-orijinal mənalarına gəlir. Arendt'in iddiasına görə Eichmann'ın şəhəri şeytani şəhər deyildi. Məhz bürokratiya şəhəri və ofis menecerinin işlədiyi şəhər olduğu üçün bayağı idi. Bu, nasist baxışının gördüyü hər işə təsir göstərməsinə göz yuman adi bir insan idi. Arendt'in fəlsəfəsi öz ətrafında cərəyan edən hadisələrdən ilhamlanırdı. O, bütün günü kresloda oturub düşüncələrə dalan və ya hansısa kəlmənin dəqiq mənası haqda saatlarla mübahisə edəcək filosoflardan deyildi. Onun fəlsəfəsi yaxın tarixə və yaşadığı həyat təcrübəsinə bağlı idi. Yazdığı Eichmann Qüdsdə kitabı bir insandan, onun danışıq dilindən və özünə necə haqq qazandırmasından bəhs edirdi. Gördüklərinə, totalitar rejimdə şəhərin inkişafına və bu inkişafa qarşı çıxmayanların göstərdiyi reaksiyalara əsasən o öz fikirlərini formalaşdırırdı. O, dövrün bir çox nasistləri kimi Eichmann da hadisələri başqalarının gözü ilə kənardan görə bilməmişdi. Aldığı göstərişləri götür-qoy etmək üçün o kifayət qədər cəsarətli deyildi və sadəcə aldığı göstərişləri mümkün qədər bacarıqla yerinə yetirmək barədə düşünürdü. Təsəvvürü yox dərəcəsində idi. Arendt onu dayaz və beyinsiz biri adlandırmışdı. Bədheybət olsaydı, bəlkə qorxu da saçardı.
Lakin bədheybətlərə də ən azından nadir hallarda rast gəlinir və onlar başqalarından asanlıqla seçilirlər. Ən qorxulusu isə Eykmanın çox adi görkəmi idi. O, nə iş gördüyü barədə dərindən düşünməyən biri idi və insanlıq tarixinin ən dəhşətli cinayətində iştirak etmişdi. Əgər nasist Almaniyasında yaşamasaydı, çox güman ki, belə şər işlərə də qoşulmazdı. Şərait onun əleyhinə idi. Amma bu da onun günahını yumurdu, çünki mənəviyyata zid əmrləri icra eləmişdi. Arendti maraqlandıran isə nasist əmrlərinə tabe olmaqla son addımı dəstəkləməyin eyni şey sayılması idi. Aldığı göstərişləri götür-qoy eləmədən onlara üzü yola qol qoymaqla bu adam kütləvi qırğınlarda iştirak etmişdi. Halbuki öz nöqteyi nəzərindən o sadəcə qatarların hərəkət qrafiklərinin tərtibçisi idi. Məhkəmədə hətta İmmanuel Kantın mənəvi borc nəzəriyyəsinə riayət etdiyini də vurğulamışdı. Yəni, əmrlərə tabe olmaqla o, düzgün iş görünmüş. İnsanlara hörmət və ləyaqətlə yanaşmağın Kantın fəlsəfəsinin təməlində dayandığını isə nədənsə unudurdu. Karl Popper də Holocaustdan və Eykmanın mükəmməl tərtib etdiyi qatar qrafiklərindən yayına bilmiş Viyanalı bir intellektual idi.